Allah Subhanahu Teala Zümer suresi 17. ayette buyurur ki: Ey Resulüm, tağutu inkar edip Allah'a üst tutanlara müjde vardır. Kullarımı müjdele. Bakın, Rab Teala bizi uyarır. Tağutu inkar edenlere, ilahlık iddiasında olan herkesten uzaklaşıp Allah'ın rızasına yönelenlere müjdeler olsun. Əsl qazanc da onlarındır. Bakın, adam özünü Müslüman adlandırır. Gece gündüz namaz kılıp oruç tutur. Təəssüf ki, Rabbinin ona verdiği bu mesajlara önem vermir. Heç özünə ait olmayan məsələləri bilmək istədiyi qədər Allah'ın şiddətlə xəbərdar etdiyi, çəkindirdiyi tağutun nə anlama gəldiyini bilmək istəmir. Yaxşı, sual oluna bilər ki, tağut nədir? Tağut Allah'a qarşı həddaşan, Allah'a üsyan edən başqalarını da Allah'a üsyana çağıran və yaxud da öz nəfsi istəklərinə, öz qanunlarına itayətə çağıran hər şey tağutdur. Allah və Rasulunun qoyduğu ölçülərdən kənar qanunlar qoyan, insanları tabi olmağa çağıran, İstər insan, istər büt, istər hansısa müəssə və qurumlar olsun, hamısı tağutdur. İnsanları Allah'ın yolundan uzaqlaşdırmaq istəyən, insanları Allah'ın dinini öyrənməyə qadağan edən hər proqram, hər sistem tağutdur. Allah qarşısında elm iddia edən, Allah bilirsə biz də bilirik, bizim də bilgimiz var, bizim də ağlımız var, bizim də keyfimiz var, biz də bilirik necə geyinmək lazım olduğunu, biz də bilirik təlim tərbiyənin necə olacağını, biz də bilirik harda qazanıb harda xərcləyəcəyimizi, biz də bilirik necə bir həyat proqramı düzənləyəcəyimizi deyərək Allah qarşısında elm iddiasında olan hər insan tağutdur. Ya da Allah qarşısında güc iddiası edən, Allah varsa biz də varıq, Allah'ın gücü varsa bizim də gücümüz var, Allah'ın əzabı varsa bizim də əzabımız var, Allah'ın mələkləri varsa bizim də silahlarımız var, biz də asarıq, biz də kəsərik deyərək Allah qarşısında güc və qüvvət iddiası edən hər kəs tağutdur. Öz həvasını, öz düşüncəsini, öz ağlını bütləşdirən kimsə də tağutdur. Allah'ın kitabından uzaqlaşıb öz keyfi istiqamətində bir həyat yaşayan hər kəs tağutdur. Yaxşı, o zaman uca Allah'ın müjdə verdiyi insanlar kimlərdir? O kəslərdir ki, bütün tağutlardan uzaqlaşan, onlara itayət etməyən, onlara qulluqdan qaçan, onlardan və onların olduğu ortamlardan uzaq olan kimsələrə qurtulacaqlarını müjdə verdiyi Rəbbimiz. Yaxşı, necə bir müjdədir bu? Və ya hansı qullara verilən müjdədir bu? Və Rəbbimiz Zümer surəsi 18-ci ayətdə belə buyurur. O kəslər ki, sözü dinləyib, onun ən yaxşısına tabi olarlar. Onlar Allah'ın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır. Onlar ki, sözü eşidərlər, sözü dinləyərlər, kitabı dinləyərlər, Allah'ın ayələrini eşidib təfəkkür edərlər. Allah'ın kitabına, ayətlərinə qarşı laqeyd qalmazlar. Allah'ın ayətlərinə qarşı gözlərini və qulaqlarını qapamazlar. Allah'ın ayətləri ilə qarşılaşdıqda ən gözəl sözə, ən gözəl bir şəkildə tabi olarlar. O kimsələrə müjdələr olsun. Allah'ın ən gözəl sözlərini eşidib, o sözlərin istədiyi, o sözlərin tələb etdiyi ən gözəl yola tabi olanlara müjdələr olsun. Peyğəmbəri sallallahu aleyhi və səlləmi eşidib, onu ən gözəl qulluq örnəyi seçənlərə və onun yoluna tabi olanlara müjdələr olsun. Bunlardır Allah'ın hidayət verdiyi kimsələr. Bax, bunlardır doğru yolda, haqq yolda olanlar. Demək ki, müjdələnəcək insanlar sözü dinləyənlərdir. Hansı sözdür o? Allah'ın sözüdür, Rasulunun sözüdür. Gün ərzində nə qədər söz eşidirik? Elə deyilmi? Allah'ın sözləri, insanların sözləri, müsəlmanların, kafirlərin, müşriklərin, ateistlərin sözləri. Bəs yaxşı, bunların ən gözəli hansıdır? Şübhəsiz ki, sözlərin ən gözəli Allah və Rasulunun sözüdür. Və sən, ey məni dinləyən kəs, unutma ki, insanlığa yaşam düsturu olaraq göndərilən kitab haqqında Rəbbin mütləq səni sorğu-sual edəcək. O kitabın ayətlərini diqqətli şəkildə dinlə. Bil ki, o kitaba inanmaq onun tələb etdiyi kimi yaşamaqdır.
Kitabın həqiqətlərini araşdır. Allaha ortaq edilənlərin mahiyyətini araşdır. Uca Allah kitabının 8 ayətində şiddətlə çəkindirdiyi tağutların kimlər və nələr olduqlarını araşdır. Bu kitab ölülər üçün yox, dirilər üçün, ölüləri yox, diriləri xilas etmək üçün göndərildi. Və sən nə qədər diri isən, nə qədər nəfəsin gedib gəlir, sözlərin ən gözəl olan Quranı dinlə, ona əməl et və qurtul.